Bakıda ən bahalı və ən ucuz mənzillərin satıldığı ərazilər açıqlandı. Fantastik qiymətlər. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyi Bakının 12 rayonundan 11-də müxtəlif küçə və prospektlərdə mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb. Bu barədə reporta qurumun sədri Vüqar Oruc məlumat verib. Onun sözlərinə görə araşdırma zamanı yeni və köhnə tikililər arasında kəskin qiymət fərqləri müəyyən edilib. Beləliklə, Bakının Səbail rayonunun ən bahalı ərazisi Neftçilər prospektidir. Bu prospektdə 1 kvadrat metr mənzilin orta qiyməti 9640 manatdır. Səbail rayonunun küçə və prospektlərində yerləşən mənzillərin qiymətləri ilə daha ətraflı təqdim etdiyimiz qrafikdə tanış ola bilərsiniz. Bakının Yasamal rayonunun ən bahalı ərazisi Bəsti Bağırova küçəsidir. Bu küçədə 1 kvadrat metr mənzilin orta qiyməti 3635 manatdır. Yasamal rayonunun küçə və prospektlərində yerləşən mənzillərin qiymətlərinə də təqdim etdiyimiz qrafikdə baxa bilərsiniz. Bakının Nəsimi rayonunun ən bahalı ərazisi 28 May küçəsidir. Bu küçədə 1 kvadrat metr mənzilin orta qiyməti 3827 manatdır. Daha ətraflı məlumatı isə ekranda gördüyünüz qrafikdən əldə edə bilərsiniz. Bakının Xətai rayonunun ən bahalı ərazisi Xocalı prospektidir. Bu prospektdə 1 kvadrat metr mənzilin orta qiyməti 3199 manatdır. Təqdim etdiyimiz qrafikdə daha ətraflı məlumat əldə edə bilərsiniz. Bakının Nərimanov rayonunun ən bahalı ərazisi Həsənoğlu küçəsidir. Bu küçədə 1 kvadrat metr mənzilin orta qiyməti 3574 manatdır. Qrafikdə daha ətraflı və aydın məlumat əks olunub. Bakının Nizami rayonunun ən bahalı ərazisi Qara Qarayev prospektidir. Burada 1 kvadrat metr mənzilin orta qiyməti 2818 manatdır. Nizami rayonu üzrə qrafik isə belədir. Bakının Suraxanı rayonunun ən bahalı ərazisi Zahid Əliyev küçəsidir. Bu küçədə 1 kvadrat metr mənzilin orta qiyməti 2113 manatdır. Suraxanı rayonu üzrə hazırlanan qrafikdə ətraflı məlumatlar var. Bakının Sabunçu rayonunun ən bahalı ərazisi Oskar Əfəndiyev küçəsidir. Burada 1 kvadrat metr mənzilin orta qiyməti 2401 manatdır. Sabunçu rayonu üzrə təqdim olunan qrafikdə yeni və köhnə tikililərdəki mənzillərin qiymətləri təqdim olunur. Bakının Binəqədi rayonunun ən bahalı ərazisi İbrahim Paşa Dadaşov küçəsidir. Bu küçədə 1 kvadrat metr mənzilin orta qiyməti 2813 manatdır. Daha ətraflı qrafikdə tanış ola bilərsiniz. Bakının Xəzər rayonunun ən bahalı ərazisi Mərdəkan şossesidir. Burada 1 kvadrat metr mənzilin orta qiyməti 2005 manatdır. Xəzər rayonunun digər prospekt və küçələrində yerləşən mənzillərin qiymətləri ilə qrafikdə tanış ola bilərsiniz.
Bakının Qaradağ rayonunun ən bahalı ərazisi Seymur Orucov küçəsidir. Bu küçədə 1 kvadrat metr mənzilin orta qiyməti 1842 manatdır. Qaradağ rayonunun küçə və prospektlərində yerləşən mənzillərin qiymətləri də təfərrüatı ilə qrafikdə təqdim olunub.